Keçmişimizi aşağılayanlar bu sirləri bilmir. Son zamanlar sosial şəbəkələrdə xalqımızı, onun tarixini, qəhrəmanlarını, dinini aşağılamaq əməlli başlı dəbə düşüb. Tanınmış, lakin cahil insanlar gündəmdə qalmaq üçün hər gün keçmişimizlə bağlı bir xoşagəlməz fikir ortaya atırlar. Belə insanların qədim mənbələri düzgün dərk etməmələri haqda mən dəfələrlə fikir bildirmişəm. Və internet səhifələrimdəki kitab və məqalələrimdə bunları mənbələrlə elmi əsaslandırmışam. Lakin Mövlanənin sözü ilə desək, 40 alimi bir dəlillə susturdum. Bir cahili 40 dəlillə sustura bilmədim. Yəni, bugün keçmişimizə dil uzadan ziyalıların səviyyəsi həmin o cahillərin səviyyəsində olduğu üçün onlara qədim həqiqətləri anlada bilmədim. Mənbələrdə qarşıya çıxan sonsuz sayda suallara cavab verə bilməyən bu hər şey şünaslara elmlə heç nə sübut etmək mümkün deyildir. Buna görə də mən dərin elmi araşdırmalarıma əsaslanaraq o cahillərə müraciət edərək deyirəm: ey oxuduğunun mənalarını anlamayanlar, bilin ki, bütün qədim yazılar ilk insanların vahid səfa dili məntiqi ilə yazılıb və siz onların əsl mənalarını özü başına heç vaxt dərk edə bilməzsiniz. Bu ilk insanlar Alban ərənşahlar nəsli olan Gelar bəylərinin əcdadlarıdır. Bütün bəşəriyyəti bu Azəri pir bəylərinin əcdadları yaradıblar. Onlar təxminən 5500 il əvvəl heyvan kimi yaşayan insana bənzər varlıqlara ağıl verib, onları düşünən insana çeviriblər. Əcdadlarımız kainatda ilk dəfə efirin, yəni əvvəli və sonu olmayan, doğmayan, doğulmayan ilahın sirlərini dərk ediblər. Tam kamilləşmiş bu ənkə böyüklərimiz Xaldeyada, yəni Azərbaycan Atabəklər ailəsinin xelat yurdunda Babil qülləsi, onun göylərində isə ilahdan el, yəni el-ilah, Allah yaradıblar. Göydəki bu elin daxilində isə cənnət var ediblər ki, Azəri pirlərin ruhları burada ölümsüzlük qazanıblar. Babil qülləsi tikildikdən və onun göylərində cənnət yaradıldıqdan sonra Allaha çevrilmiş Atabək Niftalı Amon əcdadlarımızın vahid səfa dilindən 70 dil yaradıb onları dünyaya səpələdi. Dünyaya səpələndikdən sonra onlar bütün yazıları ikili mənada, yəni zahiri və batini mənalarda yazdılar. 70 dildə yazılan bu yazıların zahiri, yəni hərfi mənaları avam insanlar üçün, batini mənaları isə səfa dilini bilən ilk insanların törəmələri üçün nəzərdə tutulmuşdur. Adi insanlar səfa dilini bilmədikləri üçün qədim yazıların əsl mənalarını dərk edə bilmirlər. Başqa sözlə, qədim mənbələrdə müxtəlif dillərdə yazılan yazıların əsl mənaları xelatda Azərbaycan Atabəklər ailəsinin tikdiyi sirli Babil qülləsi və onun göylərində yaratdıqları kosmik Allah həsr olunmuşdur. Xelat eli Tövratda Midiya İsmaillərin Gelad eli kimi qeyd olunur ki, Allah Geladı mənim Geladım adlandırır. Qədim Misir mətnlərində bu Gelad, Xelat eli Gel şəhər kimi məlumdur ki, Azəri pirlərinin burada yaratdıqları kosmik Allah Atum və ya Asiris adlanır. Yunanların Asiris kimi qeyd etdikləri Asar Allahı digər mənbələrdə Azər və Aşur kimi, pir sözü isə Firon kimi keçir. Başqa sözlə, bugünkü Azəri pirləri Asirisin Fironlar nəsli deməkdir ki, İran mənbələri onları Farınbaq, yəni Firon bəg adlandırır. Gel şəhərinin bu Azəriləri qədim Misir mətnlərində Nu Asar, yəni Nasar, Nizar adlanır. Yahudi və Xristiyan mətnlərində onlar həyatlarını Allah həsr etmiş Nəzər, Nazir kimi qeyd olunurlar. Ərəb mənbələri onları İfrat, Gelat şiələri sayılan İsmaili Nizariləri adlandırır. Quran isə bu Nizariləri Nəzir, yəni insanları xəbərdar edən şəxs kimi qeyd edir. Onların Babil qülləsi isə İsmaili Nizarilərin Ələmut qalası adlanır ki, batini mənada bu rəms El-Muta, yəni Atum Allahın eli deməkdir. Başqa sözlə, Ələmut qalasının məlahi mülhidləri, yəni mələkləri burada ölümsüzlük qazanan Azəri seyidbəklərinin ruhlarıdır. Qədim Yahudilər Allahın bu göydəki və yerdəki elinə qulluq edənləri Levit, yəni Əhl-i Əl-Beyt adlandırırlar ki, İslamda Allahın bu beyti eyni zamanda Beyt əl-elm vəl-marifət vəl-hikmət kimi də məlumdur. Başqa sözlə, Gel, Gelad, Gelar elinin nəzər nazirləri elə ilk insanların vahid səfa dilini, yəni hikmət və mərifətullahı bilən, insanları xəbərdar edən nəzirlərdir. Bu isə o deməkdir ki, qədim yazıların əsl, yəni batini mənalarını Allah özünə qulluq üçün yaratdığı Azəri seyidbəkləri olan nəzirlərin ürəyinə verir. Bütün qədim yazıları, o cümlədə müqəddəs kitabları da səfa dilini bilən bu Gilar seyidbəklərinin törəmələri rəmzlərlə yazmışlar. Bugün onlardan başqa heç kim qədim yazılarda söhbətin belə nədən getdiyini anlaya bilməz.
Ərəb xilafətini də bu Gilad İsmaillər yaratmışlar və ona görə də Ərəb imperiyası mənbələrdə İsmailiyyə dövləti, Həcər dövləti adlanır. Bəşəriyyəti yaratdıqları kimi bütün qədim dövlətləri də Azəri Seydibəklərinin əzadları qurublar. Bu dünyada yalnız onlar ilahla vəhdətə nail olub, yeri göyü özlərinə tabe ediblər. Buna görə də ən qədim mənbələrdə Bək və Seyid rəmzi Allah mənasında işlədilirdi. Mən Batini Quran və digər kitablar və yüzlərlə elmi məqalələrimdə bunlar haqda 30 ildir ki yazıram. Təəssüf ki, bugün özünü alim adlandıranlar üzdə susur, arxamca isə insanlarda haqqımda mənfi fikir formalaşdırırlar. Onlar Quranda yazıldığı kimi Allahın nurunu ağızları ilə söndürmək istəyirlər. Daha anlamırlar ki, Allah öz işini mütləq sona çatdırıb öz nurunu tamamlayacaqdır.